Salam uşaqlar, bugün cümlə işləyirik və mövzumuz составление рассказа по картинкам. Şəkillərə görə tərtib etməkdir. Так, Dimin öz cavabı. Отец с сыном пошли на пляж. Ata və oğul pляжa getdilər. Отец взял зонт. Atası deməli çətiri götürdü. Мальчик взял ведерко, лопаточку. Oğlan da deməli bel və deməli vedrə götürdü. Отец установил зонт на песке. Atası deməli çətiri qoydu, qumda yerləşdirdi. Мальчик намазал руки кремом от загара. Oğlan da əllərini kremlə deməli sürtdü. Потом отец читал книгу под зонтом. Atası çətirin altında deməli kitab oxuyurdu. Мальчик строил домик из песка. Oğlan da qumdan deməli evcik tikirdi. Tak, düzəldirdi ya da belə deyək də. İndi mənim yazdığım necə oldu? Gəlin baxaq. Отец с сыном отправились на пляж. Папа взял с собой зонт, а мальчик ведерко и лопатку. На берегу отец установил зонт, а сын намазал руки солнцезащитным кремом. Затем отец устроился под зонтом с книгой, а мальчик увлекся строительством песчаного домика. Bax belə uşaqlar. Sağ olun. Görüşərik.